Bugünkü qısa izahımız olacaqdır. Məhlula su əlavə etmə və məhluldan suyun buxarlandırılması ilə əlaqəli olan məsələlər. Bu hissədən həm 4-cü bloklara, həm 1-ci bloklara imtahana daha çox sual gəlir. Deməli, ümumi bir düstur şəklində yazsaq, məhlula su əlavə etmə və suyu buxarlandırmaya əsasən məhlulun kütləsini vururuq əvvəlki faizinə. Daha sonra bərabər edirik məhlulun kütləsinə, su əlavə ediriksə suyun kütləsini plusla, suyu buxarlandırırıqsa minusla yazıb təzə faizə omega 2-nə vururuq. Biz bilməliyik ki, suyun içərisində həll olan maddə olmadığına görə orada suyun faizi sıfırdır və biz məhlula su əlavə etdikcə məhlulu durulaşdırmış oluruq. Onun faizini aşağı salırıq. Əgər suyu buxarlandırırıqsa məhluldakı duzun qatılığını artırmış oluruq. Buna aid bir neçə burada məsələ var. Gəlin onlara baxaq. Deməli 71-ə baxaq. Burada deyir ki 40% məhluldur hal-hazırda. Məhlulun kütləsi 1-dir. Əlavə olunan suyun kütləsi x-dir. Alınan məhlul isə 10%-lidir. Bunu yazmaqdan ötürü bayaqki düsturu eynən istifadə edirəm. Məhlulun kütləsi əvvəlcə 1-dir. 1 vuraq 40% bərabərdir. 1-in üstünə nə qədər su əlavə ediblər? X bilmirəm. Olubdur 10%-li məhlul. Buradan 40 ilə 10-u ixtisar aparsam 1 plus üstə gələk x bərabərdir 4, x da bərabərdir 3. Deməli, məhlula 3 qram su 3 nisbətində su əlavə ediblər. Sonra ikincini də bu şəkildə həll eləsəm, yenə məhlulun kütləsini veribdir, görürsünüz 1. Deməli, məhlulun kütləsini məhlulun əvvəlki faizinə vururam, bərabər edirəm. Məhlulun kütləsinin üstünə əlavə edilən suyun nisbətini gəlirəm, faizim olub 4. Sonra bundan bunu ixtisar aparsam qalar 10. Deməli 1 plus x bərabərdir 10. X da bərabərdir 9. Cavabım olacaq burada A variantı. Bu şəkildə həll edilir. Növbəti məsələn 90 nömrəli sual 4-cü blokun qəbul imtahanında istifadə edilib. Bizə duzun kütlə payının məhlulun kütləsindən asıllıq qrafiki verilibdir. Burada görürük ki məhlulun kütləsi 100 olanda duzun faizi 20-dir. Məhlulun kütləsi 200 olanda duzun faizi 10'dur. Yəni tərs asıllıqdır. Buradan biz belə qərara gəlirik ki, duzun kütlə payı azalırsa, məhlulun kütləsi artırsa, deməli bura duz su əlavə edilibdir məhlula. Deyir, həll olan maddənin kütləsi dəyişmir. Bəli, kütləsi sabit olaraq qalır. Əgər duzun kütləsi həll olan maddənin kütləsi artsaydı, onda asıllıq düz asıllıq olardı. Məhlul artdıqca faiz də artardı. Əgər tərs asıllıqdırsa, deməli həll olan maddənin kütləsi dəyişmir. Bəli, məhlula su əlavə edilib. Bəli, məhlul durulaşır, get-gedə faiz aşağı düşür. Məhlulda həll olan maddə əlavə edilmişdir. Xeyr, əlavə edilməmişdir. Doğru ifadələri istədiyinə görə 1-2 A variantı. Sonra növbəti keçək 108-ə. 108 nömrəli sual da qəbullarda ən çox rastlaşdığımız suallardandır. Burada da düstur yenə eynidir. M məhlul omega 1 bərabərdir M plus su omega 2. Məhlulumun kütləsi əvvəlcə 150-dir, sonra isə olub A. Yəni nə qədər? 150 A. Bərabərdir. Məhlula 150 qramda su əlavə etdikdə omega 1 faizli olub. Deməli 150 qram idi. 150 qram da əlavə etdim, oldu məhlulum 300. 300'ü də vururam omega 1'ə. Məndən buradan omega 1 istəyir. Omega 1 bərabərdir A bölünsün 2. Bunu aldım. Növbəti ikinciyə keçirəm. İkincidə mənə nə verib? 50'dir. Vururam B-yə. Bərabər edirəm. 50'yə 150 qram su əlavə ediblər. İndi olub məhlul 200, faizi də omega 2. Buradan omega 2'ni tapanda B bölək 4 alıram. Ardından isə mənim məhlulum 300 qramdır. Bu məhlulun faizi C-dir. Bərabərdir. 150 qram su əlavə ediblər. Bu zaman olubdur 450 qramlıq omega 2. Daha doğrusu 3. Buradan da omega 3'ü tapanda 2C bölünsün 3 cavabını almış olaram və cavab olar D variantı. Bu tipli suallar əsasən asandır, yəni çətin deyil. İndi 117-118'ə baxaq. Deyir, su buxarlandırdıqda bayaqdakı hamısına su əlavə etməyi idi. İndi buradan su buxarlandırmadır. Bunu tapmaqdan ötürü ilk öncə 300 qram 16% ilə nə qədər duz, nə qədər su var onu tapmalıyım. 300'ün 16% o deməkdir ki, burada 48 qram duz var deməkdir.
300-dən 48 çıxsam, taparam ki 252 qram da su var bu məhlulun içərisində. Deyir 10-60 qramı buxarlandırılır. 252-dən 60 çıxsam 192 qram su qalır məhlulda. 92 qram su qalır 60-ını buxarlandırsam. Deyir həmin temperaturda həll olma əmsalı 200 olar. Həll olma əmsalını tapmaqdan ötürü birinci KH-ı mən tapmalıyam. KH bərabərdir. Duz bölək su olmalıdır. Duzum 48-dir. Bölməliyəm 192-yə, vurmalıyam 1000-ə. Burada mən KH-ı hesabladıqda 250 tapıram. Deməli, bu birinci cavab səhvdir. Deyir, doymuş məhlulda duzun kütlə payı 20%dir. Gəlin omeqasını tapaq, görək omega o vəziyyətdəmi olur. Omeqamız 48-dir. 48-i deməli, yəni duzu bölməliyəm məhlulun kütləsinə. Yəni nə qədər eləyəcəkdir məhlulum? 60 qramını buxarlandırdımsa 192 qalıbdır. Mən burada məhlulun kütləsini tapmaq üçün 192 qram qalmış suyun üstünə 48 qram duzu gəlirəm. Eləyir 240 qram, vurulsun 100. Bu sıfırla bunu aparsam, bu 24 ilə bu getsə 2, 20% qalar. Deməli 2 doğrudur. Deyir, doymuş məhlulda 48 qram duz var. Bəli, 48 qram duz var. Doymuş məhlulda 224 qram su var. Xeyr, 192 qram su var. Ona görə bu da səhvdir. Cavabım olacaq 2 ilə 3. 118 də bunu tipdədir. Bu dəfə də 40 qram suyu buxarlandırırlar. Bunu da siz özünüz həll edərsiniz. Sonra gələk növbəti burada sonuncu sual 128-ə. Bu qəbul imtahanına düşübdür. Deyir, x qram 50%li məhluldur. Üzərinə su əlavə ediblər. Məhlul olub 250 qram 20%li. Faktiki olaraq mən buradan görürəm ki, bilmirəm nə qədər su əlavə edib. Düsturu yazası olsam, qeyd edim. X vurulsun 50 bərabərdir. X üstə gələk 50. Hər nəsə olub 250. Vurulsun 20. Bu sıfırla bunu ixtisar aparsan, bu 5 ilə bu getsə 50 qalsa, x buradan olacaqdır 200. Deməli, məhlulun əvvəlki kütləsi 200 imiş, elə məndən də x istəyir, məhlulun kütləsini. Bu qədər. Bu şəkildə həll edilir. Məhlula su əlavə etmə və su buxarlandırma hissələrinə aid olan testlər bu şəkildədir. Topluda bunun daha başqa versiyalarına da rast gələ bilər.